Salam uşaqlar, 2019-cu il 4-cü qrup 23 iyun imtahanı suallarına baxaq. Elektroliz. Bax uşaqlar, elektrolizdən hər il qəbula bir sual düşür. Playlistlərdən elektrolizin playlistinə daxil olub, oradan video izahlara baxın. Katodda deyir hidrogen alınsın, anodda xlor. Bu mis 2 xlorid olmaz. Niyə? Çünki mis 2 xloriddə katoda gedir mislə hidrogen, katodda amma mis ayrılır. Bizdən deyir hidrogen ayrılsın. Deməli 1 getdi. Qaldıq B ilə Y. 2 ilə 4 dəqiqdir, bir dənə 3-ə baxaq. Alüminium xlor 3. Suda məhlulunun elektrolizinə baxaq. Katoda hidrogenlə alüminium, hidrogen ayrıldı. Anoda xlorla OH, xlor ayrıldı. Yerdə qaldı, məhlulda isə alüminium OH 3. Deməli 3-ü də götürə bilərik. Sualın düzgün cavabı 31-də eləyəcək Y variantı. Davam edək 32-ci sualla. Ribozanın formulu C5H10O5. Şifahi deyirəm 150-dir. Siz belə hesablaya da bilərsiniz. Fruktoza da glukozanın izomeridir. C6H12O6. Bu da 180-dir. 150-dən 180 gəlmək üçün üzərinə 30 gələrik. Sualın düzgün cavabı eləyəcək B variantı. Davam edirik 33-cü sualla. Bundan da çox işləmişik. Deməli, doymuş alifatik monoamin və 2 atomlu spirt karbon atomlarının sayı bərabər deyirsə, gəl biz bunları 2 götürək. Çünki 2 atomlu spirtlərin ilk nümayəndəsi etilen glikoldur. Onda monoamini də C2H5NH2 götürərik. Olacaq C2H7N, oldu C2H6O2. İndi karbonları burada çıxaq. 14, 21 bu elədi. 32, 38 də bu elədi. 21-dən 38-ə gəlmək üçün üzərinə 17 gələrik. O da sualın düzgün cavabı eləyəcək. 33-də C variantı. Keçək 34 nömrəli test tapşırığına. Butadiyen 1,3 və stirol. Butadiyen 1,3-ün deməli E molekula CH2 2 qat rabitə, CH3 2 qat rabitə, CH2. Yazmasaq da olar, amma artıq gözünüz öyrəşsin deyə mən yazıram. C6H5, CH 2 qat rabitə, CH2. Buradan deməli alınır. CH2, CH 2 qat rabitə, CH3, CH2, CH2, CH aşağı bir C6H5N dəfə. Yoldaşlar, stirolu hesablasaq C8H8-dir da. C8H8 96-96-nın üzərinə deməli yox, 96 yox, 12, 96 bəli, 104 eləyəcək. 96-nın üzrə 8, 104. Deməli, bunun 104-ünə nə qədərdir? C1, 2, 3, 4, 5, 6, C12, H2, 2, 3, 4, 6, 8, 2, 3, 4, 6, 8, 8-in üzərinə 6, 14. 144-ün üzərinə 14 gəlsək, 258 elədi. Demək, 258-dirsə, bizə verib ki, 316 kiloqram. 316 kiloqramı da yazaram bir x. 2 dəfə çoxdur. 104-ü 2-yə vur, 208. Sualın düzgün cavabı 34-də eləyəcək D variantı. Topulda olan suallardansa işləmişik dərsdə. 35-ci suala baxaq. Sxemə hansı variantlar uyğun ola bilər? Sadəcə yerinə qoymaq lazımdır. Kalsium, X-in yerinə tutaq ki, gəlib birincini hesablayaq. X-in yerinə kalsium qatı sulfatla kalsium SO4 verəcək. Deməli, birinci halda kalsium SO4, kalsium aktiv metalda H2S üzərinə gəlinsin su. Kalsium qoysaq, T ilə Z, T, H2S ola bilər. Gəlin indi burada Y-in yerinə dəmir yazsaq, dəmir 2SO4 3 dəfə üzərinə gəlsin SO2, üzərinə gəlsin su olar. Deməli, Z aydındır ki, sudur. Onda T-yə H2S qalır, elə də SO2 qalır. Bəli, 1 doğrudur. 1 olan variantları götürə bilərik. 2-yə baxaq. Mis yazsaq, TSO2 ola bilər. Amma dəmir yazsaq, dəmir qatı ilə hidrogen verə bilməz. Ona görə 2-ni çıxdıq. İndi 3-ə baxaq. Gümüş, uşaqlar, gümüş H2S heç vaxt verə bilməz. Pasiv metal SO2 verəcək. Ona görə 3-ü də çıxdıq. Bir dənə qalır Y variantı. Qatı sulfat turşusunun, qatı nitrat turşusunun, duru nitrat turşusunun reaksiyaları hər il qəbula düşür. Mütləq şəkildə təkrarlayırsınız, xüsusilə 4-cü qruplar. Gələk
36-cı sualın sink oksidin hidrogenlə deməli sink üzərinə gəlsin H2O. H2O-nun dəmirlə buradan alınır hidrogen, dəmir 3O4. Hidrogen natriuma verir natrium hidrid. Natrium hidridin su ilə reaksiyasından isə əmələ gəlir natrium hidroksid. Ona görə sualın düzgün cavabı 36-da eləyəcək A variantı. Bir dənə gözləyin. Yaxşı, davam eləyək. 37-ci sual. Ekran kaydı gedirmi? Bəli, gedir. Bizə nə verib? 0,4 mol hər hansı bir alifatik karbohidrogen, bunun yanma məhsulu. Yoldaşlar, 0,4 molundan əgər 8,8 qram alınırsa, gəl biz bunun 1 moluna tapaq görək nə qədər karbon qazı alınır. 1 moluna karbon qazı 8,8-i böldürük 0,4-ə. Hər tərəfi 100-ə vursaq, bura eləyər 880. 880 bölsə 220 qram karbon qazı. 220 qramı da 44-ə bölərik karbon qazının molunu tapmaq üçün. 4 dəfə 5, 20, 2 adda, 4 dəfə 5, 20, 22 oldu. Deməli, 5 mol əmələ gəlib karbon qazı. Bu öz yerində. İndi gəl suya 0,04-dən suya elə verib 0,2 mol. 0,2 moldursa 1 molundan x. Buradan x bərabərdir 0,2 bölsün 0,04. Deməli 4, bu da 20. Nə oldu burada? 5 molda su. Deməli 1, 2, 1, 20-ni 4-ə bölsə 5 molda su olsun. Görək 5 molda su. İndi gəl baxaq. Hər hansı bir karbohidrogendir. Bu karbohidrogen C5H5 olur. Nə olur bu? Bu karbohidrogenin uşaqlar üzr istəyirəm. Bu karbohidrogenin, indi baxaq. Karbohidrogendir. Bunun oksigenlə reaksiyasından bildim. 5 mol karbon qaz əmələ gəlir. 5 molda su əmələ gəlir. Uşaqlar bir dənə baxın. Karbon 5 isə deməli bu C5-dir. Hidrogen 10 isə deməli H10-dur. İndi uşaqlar C5H10 bu sikloalkan da ola bilər, alken də ola bilər. Amma burada bir şərt var. Alifatik karbohidrogen. Alifatik karbohidrogen isə bu sikloalkan olmaz. Deməli bu alken imiş. Və burada bir şey də var. SP3 S maksimum soruşur. Onda biz burada çox mütləq şəkildə bu alkendirsə C2 qat rabitə C olur. Onda SP3 S maksimum düzəltmək üçün və 5 alkan CH3 birini burada yazarıq. CH3 birini burada yazarıq. CH3 birini də burada yazarıq. Burada bir H düzəldərik. Bu qədər olar. Maksimumu soruşursa eləyəcək 9. Fikir verək, 3 karbon hidrogen burada, 3 karbon hidrogen burada, 3 karbon hidrogen burada. Cavab eləyəcək 37-də C variantı. Davam. 38-ci sual. Natamam reduksiya edir, bərk qalığın kütləsi. Yoldaşlar, rahat bir sualdır, işləmişik. Bax, dəmir nə qədərdir? Əvvəlcə bərk qalığım 38 qram. Nə qədər oldu? 3 qram. Deməli mənim 35 qram. Deməli mənim şərtə görə 3 qram azalma müşahidə olunur. İndi uşaqlar, gəlin bir dənə reaksiya təhlilində fikir versək. Bax, dəmir 2O3-dən əmələ gəlib 2 dəmir. Bərk qalıqda azalma nə qədər olub? 3 oksigen atomu qədər. Yəni 48 qram azalma baş verir. Yazıram, 48 qram azalma baş verən zaman, deməli, bizdən nəyi soruşur? Dəmir bəsit maddəsi. Reaksiyanın özünə görə nə qədər dəmir alınır? 2 vurulsun 56 qram. 2 vurulsun 56 qram dəmir alınırsa, şərtə görə isə azalmamı tapdım. 3 qram azalma olur. Buradan dəmiri tapıram x. X bərabərdir. Deməli, 48 aşağıda, 3 vurulsun, 2 vurulsun 56 da yuxarıda. Bu 1, ümumiyyətlə bu 6, bu 8 elədi. 7 qram deməli alınıb dəmir. Və ən sonunda bərk qalığım nə qədərdir? 35 qram. Soruşulan dəmirin kütləsini böldürəm bərk qalığın kütləsinə, vururam 100-ə. Deməli, aşağıda 5 qalır, o deyil 20%. Sualın düzgün cavabı eləyəcək 38-də Y variantı. Dərsdə bu sualı işləmişik. Diqqətli olarsınız. Bu 39-cu sual, oksid əsas turşu duz bölməsinin sualıdır. Bunu da işləmişik. Biz ümumiyyətlə bilirik ki, P2O5-in su ilə müxtəlif temperaturlarda reaksiya daxil olur. Bir dəfə HPO3 metafosfat 0-da.
P2O5 su ilə reaksiya 20 dərəcədə reaksiya daxil olursa H4P2O7 və P2O5-in su ilə reaksiyası aparırıq, alınır H3PO4. Eləmi? İndi baxaq burada. Fosfor 2-dir. Bura bir 2 yazdıq, bura bir 2 yazdıq. Hidrogen 2 oldu, hidrogen 2, oksigen 6, oksigen 6 düzəldi. Fosfor 2, fosfor düzdür. İndi bura bir 2 yazarıq. Hidrogen 4 olar, oksigen 7 düzəldi. Hidrogen 3, fosfor 2, bura bir 2 yazdıq. Hidrogen oldu 6, bura bir 3 yazdıq. Oksigen də 8, 8 düzəldi. İndi yoldaşlar 0.1 moluna sərf olunan. Baxırıq ki, suyun kütləsi var. Bunun 1 moluna, əgər 18 qram su sərf olunsa, 0.1 moluna nə qədər sərf olunar? 1.8 qram. Bunun 1 moluna 36 qram sudursa, 0.1 moluna 3.6 qram su. Bunun 1 moluna 3 vurulsun 18, 54 qramdırsa, 0.1 moluna 5.4 qram su olar. Reaksiyalar nəticəsində alınan, 1.8 alınan birinci tənlikdir. Bu birinci tənlik. İkinci tənlikdə 5.4 alınıb, üçüncü tənlikdə də deməli 3.6 alınıb, bunları tapdıq. Və alınan turşu, birinci tənlikdə alınan turşu 1 əsaslı, 3 getdi, 4 getdi, 3 getdi. Üçüncü tənlikdə alınan turşu 4 əsaslı, o birisində də qalır 3 əsaslı, 39-da sualın cavabı olur D variantı. Keçirik 40-cı suala. Baxaq. Nə doğrudur? Atomlarını cütləşməmiş, yəni halogen atomlarında tək elektron var. Bəli uşaqlar. Çünki halogenlər NS2-MP5 formuna malikdir. S cütləşib, amma P-yə baxsaq 1, 2, 3, 4, 5. Bir dənə tək elektron var, doğrudur. Nüvənin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı azalır. Uşaqlar, nüvənin yükü yuxarıdan aşağı doğru artır, flor, xlor, brom, yod artır. Və hidrogenli birləşmə H flor, H xlor, H brom, H yod istiqamətində bilirik ki, polyarlıqla davamlılıq azalır. Deməli, 2 də doğrudur. Hidrogenli uçucu birləşmələr, bəli, H flor, H xlor, H brom, H yod hər biri uçucu birləşmədə, onların suda məhlulu turşudur. Deməli, 3 də doğrudur. Sual düzgün cavab eləyir 40-cı sualda. C variantı. 41-ci suala baxaq. Bu qədər kalium karbonatda olan kalium atomlarının sayı. Kalium karbonatının öz kütləsi 138 qramdır. 138 qram kalium karbonatda 2 vurulsun, 6,2 vurulsun, 10^23 sayda kalium atomu varsa, 13,8 qramını eləyəcək X. Buradan X bərabər deməli 12,04 vurulsun, 10^23 deməli bölünsün 10. Burada bundan bu ixtisar gedər. Qalar 12,04 vurulsun 10^22. Yəqin ki, bunu 12 tamdan saxlamayıb 1,204-ə çevirib elə. O da çevirsə 1,204 vurulsun 10^23 olar. Belə bir cavab, bəli, C variantında göstərilir. Davam 42-ci sualla. Deməli, generator qazı, sintez qazı qarşı, deməli uşaqlar, generator qazı CO plus N2, sintez qazı isə CO plus hidrogen. İkisində də ortaq olan Y-dir, ikisində də ortaq olan CO-dur. Deməli, Y, X, Z. İndi, baxaq görək hansı ifadələr doğrudur. Z maddəsi hidrogen. Amonyakla karbamid əmələ gətirir. Səhvdir uşaqlar. Hidrogen amonyakla reaksiya daxil olmaz. Bir səhvdir. Bir getdi. Z mürəkkəb maddədir. Z hidrogen bəsit maddədir. 2 də səhvdir. 2 də getdi, 2 də getdi. X maddəsi karbon ilə birbaşa qarşılıqlı təsirdə olur. X maddəsi deməli, bəli, karbon azotla CN2 disyan deyirdi. Disyan əmələ gətirir. 3 doğrudur. Müəyyən şəraitdə Y natrium OH ilə duz. Müəyyən şəraitdə Y natrium OH ilə. Bəli uşaqlar, Y nədir? CO. CO natrium OH ilə nə verir uşaqlar? Qarışqa turşusunun natrium duzunu verir. Reaksiyaları yadınıza saxlayın. 3 ilə 4 42-də eləyir. Y variantı. Gəlirik 43-cü suala. Gəlin 1-2 dəqiqə dincələk. Davam edək uşaqlar. 43-cü sual. Bu nədir? Bu sual. Deməli, n sayda karbon atomlarının disikloalkan molekulunda birli karbon atomlarının sayı, ikili karbon atomlarının sayı, üçlü karbon atomlarının sayı və dörtlü karbon atomlarının sayını verib. Disikloalkan molekulunda karbon atomlarının hibrid orbitallarının sayını bizdən soruşur. Deməli,
nə edə bilərik? Sikloalkan. Gəl belə bir şey yazaq. Sikloalkanların ümumi formulu nədir? CnH2. Karbon hidrogen əlaqəsinə yola çıxa bilərik. Bax uşaqlar, birli karbon nədir? Bir dənə fikir ver, CH3. Birli karbona 3 dənə hidrogen birləşir. İkili karbon nədir? Məsələn, CH2. İkili karbona 2 dənə hidrogen. Üçlü karbon nədir? Məsələn, CH. Üçlü karbona 1 dənə hidrogen. Dörtlü karbona isə ümumiyyətlə hidrogen birləşmir. 3, 2, 1 və s. İndi uşaqlar, bax, gəl bir dənə baxaq. Birli karbon, bax, buradan belə bir cədvəl çıxardaq. Karbon və hidrogen sayı. Hidrogen. Uşaqlar, bax, birli karbonun sayı 1 olanda, aydındır ki, hidrogen atomunun sayı karbondan 3 dəfə çoxdur. İndi birli karbon atomlarının sayı əgər A-dırsa, birli karbon atomunun sayı, ona düşən hidrogen sayı 3 dəfə çox eləyəcək 3A. Sonra ikili karbon atomlarının sayı əgər A topla 1-dirsə, ikili karbona nə qədər hidrogen düşür? Özündən 2 dəfə çox. 2 vurulsun A topla 1. Yəni 2A topla 2. Üçlü karbon atomlarının sayı, indi 2-ni yazdıq. Üçlü karbon atomlarının sayı əgər A-2-dirsə, fikir ver, üçlü karbona bir dənə birləşib. Onda A-2 vurulsun 1. O da bərabərdir A-2-yə. Dörtlü karbon atomuna isə karbon atomlarının sayı A-2 sayıdadırsa, dörtlü karbon atomuna isə ümumiyyətlə hidrogen birləşmir. Deməli, A-2 vurulsun 0. Yəni, qısaca 0. Hidrogeni yoxdur. İndi uşaqlar, bu sikloalkanda ümumi karbon atomlarının sayını hesablasaq, 1, 2, 3, 4. 4A, deməli, 4A -4 -3 sayda karbon atomu var. Deməli, 3A, 3A-nın üstə 2A, 5A, 5A-nın üstə A, 6A, 6A. Buradan da bunlar gedər. 6A sayda da deməli bunun hidrogen atomu var. İndi uşaqlar, karbon atomlarının sayını n götürək, hidrogen atomlarının sayını isə 2n götürək. Burada biz neyniyək? Gəl hər tərəfi n-i tapaq, nəyi tapaq? Biz burada n-i tapmalıyıq da. Neyniyək? Gəl bir hər tərəfi 2-yə bölək. n bərabərdir 3a-ya. Gəl hələ ki, burada yerinə yazaq. n-in yerinə 3a yazsaq, gəl yazaq 4a-3, biraz səmərəlisi olacaq, amma olsun. 4a-3 bərabərdir 3a-ya. Burada mənfa bərabərdir, a bərabərdir 3-ə. Əgər a 3-dürsə, sikloalkan, deməli, əgər a 3-dürsə, ümumi karbon atomlarının sayı nə qədər oldu? 4a-3 sayda. 4a-3 sayda. A-nın yerinə 3 yazsaq, 4 dəfə 3 minus 3, 12, 12-dən 3 çıxdıqda neçə eləyir? 9. Deməli, bu sikloalkanda C9H18 imiş. Bizdən soruşur karbon atomlarının hibrid orbitallarını sayı. Bütün karbon atomları siklo birləşmədə sp3 birləşmə halındadır. 1-nin 4 hibrid orbitalı varsa, 9-un 36 hibrid orbitalı olacaq. Sualın düzgün cavabı 43-də D variantı. Düşdüyü il çox çətin bir sual kimi götürülmüşdü bu sual. 44-cü suala baxaq. Maqnezium nitratın parçalanmasına biz bir işi alınır. Maqnezium oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Verir ki, indi şərtlər. X maddəsi turşularla reaksiyaya daxil olur. Deməli, əsası oksiddir. Onda X maddəsi budur. Məsələn, bu turşu ilə daxil olmaz, bu turşu ilə daxil olmaz. Z maddəsi qələvi məhlulu ilə reaksiya daxil olur. Aydındır ki, o bu olacaq. Onda X, Y-də bu olur. X, Y, Z maddələrinin əmsallarını müəyyən elə. Gəl yazaq. Maqnezium nitratın parçalanması. Maqnezium NO3 2 dəfə parçalanır. Maqnezium oksidə, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Gəl, onda bura bir 2 yazsaq, görək bərabərləşər, yoxsa yox. Onda burada bir 2 yazarıq, burada bir 2 yazarıq, görək bərabərləşəcək. Azot olur 4. Onda buranı bir 4 götürsək, deməli, maqnezium 2 oksigenlər baxaq. 6, 6 dəfə 2, 12, 4 dəfə 2, 8, 8-in üzərinə 2, 10, 12 düzəldi.
Magnezyum oksidi oldu X, NO2 oldu Z, oksigen de oldu Y. X-in əmsalı 2, Y-in əmsalı 1, Z-in də əmsalı 4. Sualın 44-də cavab eləyəcək A variantı. Aha, davam eləyək 45-ci sualla. Şimdi aha. Alüminium üzərinə gələn nitrat turşusu reaksiyasında deyir ki, oksidləşdiricinin, aydındır ki, alüminium reduksiya edici oksidləşdirici bu olacaq. Oksidləşdiricinin 3 molu 24 elektron qəbul edir. Deməli, oksidləşdiricinin 3 molu 24 elektron qəbul edirsə, gəl görək 1 moluna nə qədər düşür? 1 moluna X. X bərabərdir 8 elektron. İndi oksidləşdirici nədir? Azot. Azot müsbət 5-dən. Müsbət 5-dən 8 elektron qəbul edirsə gəlir nəyə? Mənfi 3-ə. Onda deməli, mənfi 3 oksidləşmə dərəcəsi göstərməlidir. 45-də eləyəcək mənfi 3 birdən göstərən ammoniakda. Hidrogen müsbət, buna qalır mənfi 3. 46-cı sual. Metan 1500 dərəcə Celsius temperaturda parçalanır asetilen C2H2. Deməli, bu parçalanma reaksiyasıdır. Parçalanma. Asetilenin aktivləşdirilmiş kömürlə reaksiyası yoldaşlar, onun trimerləşməsi reaksiyasına alınır. Benzol C6H6 trimerləşmə. Asetilenin üzərinə hidrogen gəlir isə olur hidrogenləşmə. Cavab 46-da olur Y variantı. Gələk 47-yə. Deməli, 47. Aydındır ki, 4 mol hidrogen ayrılırsa, biz bilirik ki, bu alkandır. 3 mol hidrogendən aren alınırsa, bu sikloalkandır. 6 bucaqlıdırsa, 6 dənə karbon olan C6H 14 heksan, o birisi isə sikloheksan olacaq. Cavab yox, metil yox. Sikloheksan. Cavab olacaq 47-də D variantı. 48-ci suala baxaq. Bunu biraz böyüdə bilərik görək. Aha. Baxaq. Deməli, dövr sisteminin hər hansı verilmiş hissəsindəki əsas yarımqrup elementləri üçün hansı ifadə doğru deyil. A variantı. R-in radiusu Y-in radiusundan böyükdür. Yoldaşlar, radius yuxarıdan aşağı, sağdan sola doğru getdikcə artır. İndi baxaq. R-in radiusu Y-dir. Y-lə R-i müqayisə eləsək, uşaqlar, Y burada, R burada. Aydındır ki, Y-in radiusu R-in radiusundan böyük olacaq. Amma verib ki, R-in radiusu Y-dən böyükdür. Elə cavab A variantı 48-də yanlışdır. Davam edirik 49-cu sualla. Aha. İndi baxaq. Deyir ki, hamısı bir atomlu spirtli variantlara baxırıq ki, hamısı bir atomlu, bəli, hamısı bir atomlu spirtli. İndi baxaq, optik izomeri olsun, yəni X-də olmasın, amma Y-də olsun. Gəl hər birində Y-ə baxaq. Və bu karbon optik izomeri var. Niyə? Çünki bu karbona bir dənə hidrogen birləşib, bir dənə OH, bir dənə CH3, bir dənə etil. Ola bilər. Bu karbona baxaq. Bu karbonda o cümlədən ola bilər. Deməli, A da olar, B də olar. C-yə baxsaq, 3 dənə metili var. Bu optik aktivlik yaratmaz. D-yə baxsaq, ola bilər. Y-yə baxsaq, yenə 3 dənə metili var, ola bilməz, getdi. İndi Z ilə X-in optik izomerliyi olmamalıdır. Məsələn, D variantında bir dənə bax, bunun optik izomerliyi var. Niyə? Çünki bir dənə CH3 birləşib, bir dənə hidrogen, bir dənə hidroksil qrupu, bir dənə dizopropil qrupu. Bunun optik izomerliyi var, getdi, qaldıq bu ikisinin arasında. B variantında da eyni maddədir. Bir dənə bax, bu karbona, bax, bu karbon optik aktivdir. Niyə? Bir dənə metil birləşib, bir dənə OH, bir dənə hidrogen, bir dənə dizopropil. Ona görə B də gedir, qalır A variantı. A variantında heç bir karbon optik aktivliyi göstərmir. Davam edək 50-ci sualla. Neçə sualdır bu? 60 olmalıydı. 60 sual özü situasiyalı. Baxaq. NH4NO2-in parçalanmasından N2 su alınır. Deməli, bu X N2-dir. Bu olur lityum 3N. Bu olur reaksiya getmir. Bu olur magnezyum 3 N2. Reaksiya getmirsə 3-ə. A getdi 3-ə. A getdi 3-ə. Ya B-dir, ya Y. Reaksiya adi şərait gedir. Lityumla azotun reaksiyası bilirik ki, adi şəraitdə gedir. 1-ə gəlir B. Ona görə 50-ci sualda düzgün cavab elə B variantı.
Hansı reaksiya izomerləşmə prosesini əks etdirmir? Gəlin baxaq. İzomerləşmə prosesini əks etdirmir. Yoldaşlar, bax, izomerləşmədə yadda saxlayın, heç nə dəyişməməlidir. İzomerləşmədə, məsələn, tutaq ki, bax, CH3 sadəcə quruluş. İzomerləşmə nədir? Sadəcə quruluş dəyişir. Tutaq ki, bax, bunun izomerini düzəldirəm. Bir dənə fikir ver. CH3, CH, CH3, CH3. Nə kütlə dəyişmir, nə karbon hidrogeni olan nisbəti dəyişmir, nə karbonla hidrogenin sayı dəyişmir, nə karbonla hidrogenin kütlə payı dəyişmir. Sadəcə olaraq say dəyişir. Say nədir? Say dəyişmir. Sadəcə olaraq quruluş dəyişir. Ona görə siz bax, bir dənə fikir verin. Bax, 1-də, bax, 8-dən düşür 4-ə, o cümlədən 0-dan qalxır 4-ə. Bu izomerləşmədir. 4 sərf olunur, 4 də alınır. Bu izomerləşməni əks etdirir. İndi, amma bu izomerləşməni əks etdirə bilməz. Fikir ver, 2 mol sərf olunur, amma 4 mol alınır. Bu izomerləşmə prosesini əks etdirə bilməz. Mən dərs zamanında bunu uzun danışmışam, burada qısa danışıram. Bax, 8-dən gəlib düşüb neçəyə? 2-yə. Elə 8-dən gəlib düşüb 2-yə. 6 sərf olunub. 0-dan qalxıb 6-ya 6 alınıb. Deməli, elə bu da izomerləşməni əks etdirir. Bizdən əks etdirmir deyirsə ikinci qrafik. Yalnız B, düzgün cavab 51-də olur, B variantı. Oy maşallah. 52-ci sual. Bu bir dəfə də qəbula düşüb, deyəsən, izah eləmişdik. Bax, yalnız normal duz əmələ gətirirsiniz uşaqlar. Bu bir əsaslı turşu ilə bir turşulu əsasdır. 1 ilə 4. 1 ilə 4 ya cavab B-dir, ya cavab Y-dir. İndi baxaq. Deməli, həm normal, həm turş, həm əsasidirsə, çox əsaslı turşu ilə çox turşulu əsas. 2 ilə 3. 2 ilə 3 cavab Y variantı. Heç yazmağa ehtiyac yoxdur. Dərs zamanında da bunlardan danışmışam. Keçək 53-cü suala. Doymuş bir atomlu spirt molekulunda karbon atomlarının sayı, molekulunda ikinci karbon atomunun oksidaşma dərəcəsi -2. Deməli, bu deməli CH2 imiş ki, müsbət -2 olur. Onda bu da CH2OH. Onda bu butanol 1-dir da. 4 karbon deyirsə olacaq CH2, CH3. Çünki 1, 2, 3, 4 nömrələmə gedir. İndi baxaq. X-in adlarını müəyyən eləyin. Birli butil spirti, bəli, OH-ın birləşik karbon, hər hansı bir karbona birləşən bir dənə qolu varsa, olur birli butil spirti. Biri götürə bilərik. İzobutil səhvdir, izobutil deyil. Üçlü butil deyil. Butanol 2 deyil. Butanol 2 o halda oradadır ki, OH buradan çıxar. Butanol 1, bəli. Cavab olur 53-də 1 ilə 5. Situasiyaya qədər işləyək. Biraz yenə tənəffüs elətdiyəcəkdim. Biraz fasilə verib baxarıq. Doymuş bir əsası karbon turşu molekulda olan hidrogen atomlarının sayı. Yoldaşlar, doymuş bir əsası karbon turşuları deməli CnH2NO2 bu formulundan baxaq. Molekulda hidrogen atomlarının sayını verib 10, deməli n bərabərdir 5-ə. Onda C5H12 nədir? C5H10O2. Elə gəl bunun iç molekul kütləsini hesablayaq. 60, 70, 70-in üzərinə 32 eləyəcək 102. Bunun öz kütləsi elədi 102. Deməli, bu olmalıdır 102. 102. Onda K-42 bərabər 102-yə, K bərabərdir 144-ə. K-nı tapdıq 144. Yenə CnH2NO2 bərabərdir 144-ə. Buradan deməli 14n üzərinə gəlsin 32 bərabərdir 144-ə. 14n bərabərdir 112-yə. N də bərabərdir 8 dəfə eləyir. Bəli, 8-ə. Deməli C8 H16 O2. Bizdən də soruşur hidrogen atomlarının sayını. Deməli A da 16-ya bərabər. Gör necə rahat və gözəl bir sualdır. Sadəcə riyaziyyatımız biraz güclü olmalıdır. Baxaq. 55-ci sual. Deməli, qablarda sulu məhlulda artıqlaması götürmüş sink metalına təsir etdikdə hər iki qabda eyni həcmdə hidrogen alınır. Vay yoldaşlar, bunu çevirək. V bərabərdir. Milli ilə verib, amma litrlə. Gəl litrə çevirək ki, ixtisar eləmək rahat olsun. 0,2 litr. Qatlığı verib C bərabərdir 0,5
deməli mol bölünsün litr. Gəl burada natrium OH-ın biz C bərabərdir nü bölünsün V düsturundan nünü tapsaq, nü bərabərdir CV. Elə CV. O da bərabərdir. Nünü C-yə bölsək. Nü bərabərdir CV. C bölək V yazmışam. Nü bərabərdir C vurulsun V. O da bərabərdir. C-ni V-yə vursa 0,2 vurulsun 0,5 eləyəcək 0,1 mol natrium OH. Elə hər ikisinə sink metalı əlavə etdikdə deməli natrium OH olduğuna görə reaksiya yazmalıyıq. Sink üzərinə gəlsin natrium OH, üzərinə gəlsin su. Məhlul verib uşaqlar. Burada artıq natrium 2 sink OH, natrium 2 sink OH yox, natrium 2 sink OH 4 dəfə yazacağıq. Üzərinə gəlsin hidrogen. Natrium 2-dir, bura bir 2 yazdıq. Hidrogen 6 oldu. Hidrogen onda bura bir 2 yazacağıq. Oksigenda düzəldi. İndi natrium OH-ı nə qədər tapdıq? 0,1 mol. Natrium OH-ın reaksiyaya görə 2 moluna 1 mol hidrogen alınıbsa, elə molla gedək. Həcm mol. Fərqi nədir? Natrium OH-ı 0,1 mol tapmışdıq. 0,1 mola X. Buradan X bərabərdir 0,5 mol deməli hidrogen ayrılıb. İndi birinci reaksiyada əlavə eləsək, sink üzərinə gəlsin H xlor, alınır sink xlor 2, üzərinə gəlsin hidrogen. Hökmən əmsallaşdırdıq, bura bir 2 yazdıq. İndi baxaq, H xlorun moluna gedək. 2H xlora 1 hidrogen isə, hidrogen nə qədər tapdıq? 0,5. 0,5-ə Y. Buradan Y bərabərdir 0,1 mol H xlor. H xlor. İndi yoldaşlar, H xlorun deməli, bizdə nəyə soruşur? X hesablayın. Nəysə səhv yazmadıq. 0,1 mol H xlor. İndi H xlorun molunu tapdıq. Deməli, H xlorun molunu tapdıq. Nü bərabərdir, nü H xlor bərabərdir 0,1-ə. 0,1-ə. 0,5-i 2-yə vursaq nə qədər eləyir? Gözlə görək. 0,05-i 2-yə vursa, bəli, 0,1 mol. Və həcmi də verilib. VH xlor da bərabərdir 0,1 mola. 0,1 mola. Onda buradan qatlığı soruşur. C bərabərdir nü bölünsün V. O da bərabərdir nü 0,1-i 0,1-ə bölsək eləyəcək 1. Nəyisə səhv yazmamışıq burada. Cəbaz. Ay uşaqlar, nəyi səhv yazmışıq? 0,2 litrdir, bəli, amma qatlıq 0,3-dür. Mən bunu niyə 0,5 yazmışam? Deməli, bu 0,3-dür. Onda bu eləyəcək. Gözləyin, vay. Bir dənə kiçik səhv. C bərabər nü bölək verir. 0,2 vursun 0,3 eləyəcək 0,06 mol deməli hidrogen. İndi hidrogeni 0,06 mol götürsək, buradan X deməli bərabərdir 0,06-nı 2-yə bölsək 0,03. Dayanın görək. X bərabərdir. Deməli, bir də baxaq. 0,2-ni 0,3-ə vurduq. 0,6 hidrogen. 0,6 hidrogen yox, 0,6 mol natrium OH. Natrium OH. 2-dən 1-dirsə 0,6-dan 2 eləyəcək 0,03 mol hidrogen. İndi bunu da silək. Aha. 0,03 mol hidrogen. 0,03 mol hidrogendən x mol H xlordursa, 2 moldan da 1 mol. Lapca Y yazaq. Buradan Y bərabərdir H xlorun molunu tapdıq. Deməli 0,6. 0,06 mol. Biz tapdıq ki, nü H xlor bərabərdir 0,06 mola. V'si var və H xlor və məhlul, H xlor məhlulu bərabər 0,1-ə. C bərabərdir litr yazaq. C bərabər nü bölünsün V.
O da bərabərdir minus 0,06. Bunu 0,1-ə bölərik. O da eləyəcək 0,6. Mol bölünsün litr. Sualın düzgün cavabı açıq sualdır. 0,6 mol bölünsün litr. Görün, kiçik bir səhvlik nələrə, yəni kiçik bir səhvlik yox, 0,3-ü 0,5 görməyin nələrə səbəb oldu. Amma lap 0,5 versə mən dediyim düz olacaqdı təbii ki. Davam. 56-cı sual. İçərisində bu qədər kalsium hidrokarbonat yazırıq. Kalsium hidrokarbonat HCO3 bəlkə yuxarıdan yazaq. Kalsium hidrokarbonat, kalsium HCO3 2 dəfə. Bunun üzərinə əlavə edirik kalsium hidroksid, kalsium OH2. Buradan alınır bilirik kalsium karbon-3, üzərinə gəlsin su. Hidrogen 4-sə, bura 1-2 yazıq, oksigen 5 olur, oksigen çox olur. Və kalsium da 2-dir də. Burada 1-2 yazıq, oksigen 6, 8 oksigen, 6, 8 oksigen, hidrogen 4, karbon 2, karbon 2 düzəldi. İndi uşaqlar, 16,2 qram kalsium hidrokarbonat üzərinə 4 qram kalsium hidroksid əlavə olmuşdur. Kalsium hidrokarbonatın tam reaksiya daxil olması üçün əlavə daha nə qədər lazımdır? Lap yaxşı, gəl baxaq. Bax, kalsium hidrokarbonatın reaksiyaya görə nə qədərdir? 162. 162-sinə 74. Deməli, 162-sinə 74 lazımdırsa, 16,2 yazıram bir x. X bərabər nə edib? 10-a böl, 74 10-a böl. Deməli, 16,2 qram kalsium hidrokarbonatı tamamilə çevirmək üçün 7,4 qram kalsium hidroksid lazımdır. Bunun 4 qramı var. Deməli, daha da 3,4 qram da əlavə olunmalıdır. Yəni, 7,4-dən çıxaram 4-ü. Deməli, 3,4 qram da əlavə olunmalıdır. 3,4. Davam. 57-ci sual. C6H6 benzol hidrogenləşir, çevrilir. C6H12 3 molan hidrogenləşir var. Müsbət, mənfi, müsbət, mənfi 2. Mənfi 1-dən mənfi 2-yə. Mənfi 1-dən mənfi 2-yə. 1-ə gəlir D variantı. 2. Metanın 3 mol xlorlandırsa, uşaqlar, bax, bunu belə yadda saxlayın. Sizə necə öyrətmişəm? Alkan neçə mol xloru özünə birləşdirirsə, o qədər H xloru ayırdı. Elə, yerdə nə qaldı? Karbon 1 idi, karbon 1. Hidrogen 4-dür, 3-ü getdi, 1-i qaldı. Xlor 6-dır, 3-ü getdi, 3-ü qaldı. CH xlor 3. Mənfi, mənfi, daha doğrusu müsbət. Mənfi, müsbət, deməli, bu da eləyəcək mənfi 2. Müsbət, mənfi 4. Karbon, mənfi 4-dən karbon gəlir mənfi 2-yə. 2-yə olur. Deməli, mənfi 2 mi? Bir dənə dayan görüm. CH xlor 3, bax, CH xlor 3 dənədir da, xlor 3 dənə. Xlor mənfi, xlor mənfi, xlor mənfi. Hidrogen qeyri-metalına müsbət, uşaqla müsbət 2. Mən nə yazıram? Yorulmuşam. Deməli, müsbət 2 olacaq. Müsbət 2, müsbət 2. Mənfi 4-dən müsbət 2-yə. O da yoxdur. Yox, var. B variantı. 2-yə gəlir B. 3-ə baxaq. Deməli, kalium OH-ın spirtdə məhluldur. Yoldaşlar, burada heç bir şey dəyişməyəcək. Suda məhluldur. Niyə? Çünki, bax, fikir ver. CH2 xlor çevriləcək olacaq. Suda məhlulsa spirt. CH2OH, CH2OH. Bax, müsbət, mənfi. Deməli, buna nə qalır? Nə qalır? Mənfi 1. Bəli. İndi mənfi 2, müsbət. Bunlar gedir. Bu əgər mənfidirsə, buna da mənfi 1 qalır. Mənfi 1-dən mənfi 1-ə, mənfi 1. Mənfi 1-dən mənfi 1-ə, heç nə dəyişmir. 3-ə də gəlir C variantı. Bax, mənfi, müsbət, mənfi. Mənfi 2, müsbət, müsbət, qalır mənfi. Mənfidən mənfiyə heç nə dəyişmədi. D, B, C. Davam. 5 dəqiqə yenə dincələk. Yaxşı, situasiya izahlarına baxaq. Görək nə verib. Müəyyən miqdar kalsium karbonatının artıqlaması ilə götürülmüş xlorid turşusu
kalsium karbonat üzərinə gəlsin H-xlor əmələ gəlir. Deməli, nə əmələ gəlir buradan? Kalsium xlor 2, yorulmuşam. Karbon qazı üzərinə gəlinsin su. Hidrogen 2-dir, xlor 2-dir, bura 1-2 yazdıq. Qaz ayrıldı, karbon qazı ayrıldı. Ayrılan qaz içərisində elektrik mənbəyi və elektrik lampası birləşmiş barium hidroksid məhlulundan buraxılır. Artıq tanışdır bu hissə bizə dərs izahından. Barium OH2 karbon artıqlaması ilə deyə görən yoxsa indi onu buradan oxuyacağıq. Burada alınır barium karbonat üzərinə gəlsin H2O. İndi baxaq. İndi bir şey var. Deyir, barium hidroksid məhlulu buxarlanır. Əvvəlcə yanış lampanın közəltisi zəifləyib bir anlıq sönür. Yəni yoldaşlar, artıq burada çöküntü əmələ gəldi. Çöküntü suda məhlul elektrik cərəyanını keçirmir. Yəni elektrik keçiriciliyi aşağı düşür. Lakin sonra lampanın közəltisi yenidən artır. Deməli bu karbon qazı artıq miqdarda götürülür. Barium karbonatın yenidən karbon qazı su ilə reaksiyasına biz bir-iki alınır. Barium hidrokarbonat və barium hidrokarbonat da suda həll olan maddədir. Suda məhlul elektrik cərəyanını keçirir. Hətta yadınızdadır, elektrik keçiricinin karbon qazının asılığı, məsələn, elektrik keçiricinin karbon qazının miqdarının asılığı belə bir topluda belə bir sual var idi. Belə bir qrafiklə. Əvvəlcə barium hidroksiddir. Barium hidroksid suda həll olar, elektrik cərəyanını keçirir. Daha sonra alınır barium karbonat, elektrik keçiriciliyi aşağı düşür. Daha sonra alınır barium hidrokarbonat, elektrik keçiriciliyi artır. İndi 58-ci sual. Yazır ki, lampanın közəltisinin yenidən artmasına səbəb olan kimyəvi hadisəni göstərin. Lampanın yenidən közəlməsinə səbəb olan kimyəvi hadisəni, yəni kimyəvi hadisə bu olacaq ki, barium karbonat karbon qazı ilə reaksiya daxil olur. Barium hidrokarbonat duzunu əmələ gətirir. Barium hidrokarbonat da suda məhlul elektrik cərəyanını keçirir. Ona görə də lampanın közəltisi yenidən artmağa başlayır. Belə demək olar. Yenidən artmasına səbəb. Yəni, belə yazmaq olar. Sonra, lampanın közəltisinin zəifləməsinə və yenidən artmasına. Yoldaşlar, lampanın közəltisinin 59 olacaq, onda bu. Lampanın közəltisinin zəifləməsinə. Lampanın közəltisinin zəifləməsinə səbəb olan budur. Bax, budur. Çünki burada çöküntü əmələ gəlir. Amma yenidən artmasına səbəb olan tənlik isə artıq budur, ikinci tənlik. Bu onda olur bunun birincisi, bu isə olur bunun ikincisi. İndi gəlir üçüncü hala. Görək bizdən nə soruşur. Lampanın bir anlıq sönməsinə qədər keçən müddətdə bir anlıq sönməsinə, yəni söhbət yəqin birinci reaksiyadan gedir. Bir anlıq sönməsinə qədər keçən müddət ərzində bu qədər milli, gəl biz bunu litrə çevirək, V bərabərdir 0,5 litr. Qatılıq verib C bərabər 0,4 mol bölünsün litr. Gəl biz buradan nü tapaq. C bərabər nü bölək V, nü bərabərdir CV. O da bərabərdir 0,5 vurulsun 0,4. Nə qədər eləyir bu? Deməli 0,5 vurulsun 0,4 eləyəcək 0,02 mol, 0,02 mol deməli barium hidroksid, barium OH2. Qatılıqda neçə məhuldakı barium OH neçə litr qaz reaksiya daxil olar? Uşaqlar, reaksiyanın özünə görə baxın bir dənə. Reaksiyanın özü budur. 1 mol barium hidroksidlə 22,4 litr, 22,4 litr karbon qazı reaksiya daxil olursa, 0,02 molla x litr karbon qazı reaksiya daxil olar. Buradan da x deməli nəyə bərabərdir? 22,4-ü vuracaq. Deməli 0,02. O da eləyəcək 0,448 litr. Bax, bu da bu. Bugünlük bu qədər uşaqlar.